Salam, hər vaxtınız xeyir əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Bu günləri mən sizlərə közlənmiş qırmızı biber salatın hazırlama qaydasını göstərirəm. İlk olaraq qırmızı biberləri yaxşı yuyuruq. Sonra biberləri ortadan kəsib, videoda görürsüz, içərisindəki toxumları təmizləyirik. Təmizlənmiş biberləri soba qabına düzüb, öncədən isidilmiş sobada alt-üst rejimdə 220 dərəcədə bişiririk. Əziz izləyicilər, videonun alt bölümündə, açıqlama yerində resepti yazacağam. Siz oradan istifadə eləyərsiniz. Sobadan çıxartdığımız biberləri bir qaba yığıb üzərini örtürük. 20-25 dəqiqə bu cür saxlayırıq. Onda biberlərin qabığı yumşalır, daha rahat soyulur. Bu üsul işimizi asanlaşdırır. Cəfərini yuyub xırda-xırda doğrayırıq. Sarımsaqları təmizləyib xırda-xırda doğrayırıq. Soyduğumuz biberləri uzun ölçüdə doğrayırıq. Əzizlərim, tərəvəzləri necə istəsəniz o cürdə doğraya bilərsiniz. Dərin qab götürürük, biber, cəfəri, sarımsaq, üzərinə turşular üçün istifadə etdiyimiz yodsuz duz, duru yağ və üzüm sirkəsi əlavə eləyib yaxşı qarışdırırıq. Hazırladığımız salatı steril edilmiş bankalara doldururuq. Qazanın dibinə dəsmal sərib bankaları yerləşdiririk. Sonra qazana otaq temperaturunda su əlavə eləyirik. Bankalardan bir barmaq aşağı suyu olmağı məsləhətdir. Qoyuruq qazın üstünə, su qaynara düşəndə saata baxırıq. 40 dəqiqə qaynadıb bankaları çıxarırıq, qapaqlarını möhkəm bağlayırıq. Bankaların üzərini örtüb, bir gün bu cür saxlayırıq. Sonra qış tədarüklərini harda saxlayırıq, bankaları ora yerləşdiririk. Bu reseptdən məndə 2 ədəd 480 qramlıq və 2 ədəd 500 qramlıq banka salat alındı. Əziz izləyicilər, göz haqqınızı halal eləyin. Hazırlayanlara nuş olsun. Videomu bəyəndinizsə like etməyi, abunə olmağı, şərh bölməsində öz fikirlərinizi yazmağı unutmayın. Allaha əmanət olun.